Salam əziz dinləyicilər. Bugün mən sizə Azərbaycan şifahi xalq ədəbiyyatından ağıllı uşaq nağılını səsləndirəcəm və daha sonra əsərin təhlilini verəcəm. Biri var idi, biri yox idi. Keçmiş zamanlarda bir xan var idi. Xan hər dəfə bir bəhanə eləyib yan yörədəki kəndləri, şəhərləri işğal eləyirdi. Əhalinin var yoxunu əlindən alırdı. Xanın şəhərinə bitişik bir kənd var idi. Oranı tutmaq çox çətin idi. Çünki kənddə dünya görmüş ağıllı qocalar xanın hilələrinə hər dəfə cavab verir, onu məğlub edirdilər. Günlərin birində xan üstəmlarını başına yığıb həmin kəndi tutmaq üçün tədbir istədi. Xanın baş məsləhətçisi dedi: "Nə qədər ki o kənddə ağıllı, dünya görmüş adamlar var, oranı tutmaq çətin olacaq. Yaxşısı odur ki, əvvəlcə onları bir bəhanə ilə aradan götürək. Sonrası asandır." Xan bu təklifi bəyəndi. Elə həmin gün öz adamlarının yanına çağırıb tapşırıq verdi ki, nə təhər olur olsun, gedib o kəndin adamlarını, qocalarını aldadıb bura gətirərsiniz. Xanın adamları hamısı eyni vaxtda kəndə dolub hərəsi bir qocanın evinə getdi. Onlar hiləyə əl atıb dedilər: "Bizim xanımız bir məsələdə bərk çətinliyə düşüb. O ümidini sizə bağlayıb kömək istəyir. Deyir ki, bircə günlüyə mənə məsləhət vermək üçün yanıma gəlsinlər." Qocalar yarı xoş, yarı narazı, əlacısız qalıb xanın adamları ilə getdilər. Xan qocaların gətirildiyini görüb əmr elədi hamısını zindana salsınlar. Bu tərəfdən xan həmin kəndə getmək üçün atlı çağırdı. 3 alma verib dedi: "Bu almaların biri 1 illik, o biri 2 illik, üçüncüsü isə 3 illikdir. Almaları apararsan həmən kəndə. Cəmaatı meydana yığarsan. Deyərsən ki, xan əmr eləyib. Bunların neçə illik olduğunu tapsınlar. Onlara 3 gün vaxt verirəm. Tapa bilməsələr, onda kəndi işğal edəcəyəm. Əgər bu sirri tapan olsa, həmin adam yanıma mənim xoşladığım heyvanla gəlməlidir. Həm də o adam boyca məndən hündür olmalıdır ki, ona aşağıdan yuxarı baxım." Çapar atlanıb xanın tapşırıqlarını vermək üçün həmin kəndə gəldi. Cəmaatı bazar meydanına yığıb əhvalatı söylədi. Çapar almaları verib geri qayıtdı. Kəndin cəmaatı nə qədər fikirləşdi, almaların sirrini tapa bilmədi. Bu kənddə qoca bir qarının Əhməd adlı balaca nəvəsi var idi. O çox ağıllı və qoçaq uşaq idi. Həmin gecə Əhməd səhərə kimi yata bilmədi. Çox fikirləşdi, suallara cavab tapa bilmədi. Axırda yadına düşdü ki, bu işdə böyüklərdən məsləhət almaq lazımdır. Nənəsindən xəbər aldı ki, kəndimizdə heç qoca, ağıllı kişilərdən qalan varmı? Qarı dedi: "Bala, kəndin kənarında bircə nəfər yaşı 100 ötmüş bir qoca qalıb. Şikəst olduğu üçün xanın adamları onu aparmayıblar." Əhməd səhər tezdən durub həmin qocanın yanına getdi. Gördü ki, bir nurani kişidir, saçı saqqalı ağappaq qar kimi, gözləri tutulub, qıçları şikəst olub, yerindən tərpənə bilmir. Əhməd ədəb-ərkanla qocaya salam verdi. Onun yanına məsləhətə gəldiyini söylədi. Qoca dedi: "Oğlum, məndən nə məsləhət istəyirsən?" Əhməd xanın şərtlərini qocaya söyləyib ondan kömək istədi. Qoca əlini alnına qoyub bir qədər fikirləşdi. Sonra sualların cavabını necə tapmağı Əhmədə öyrətdi. Axırda dedi: "Oğul, bircə sirri mən bilmərəm. Gərək onu özün tapasan. O da xanın hansı heyvanı xoşlamasıdır. Bunun üçün bircə çarə var. Gərək bir yolla xanın şəhərinə keçəsən. Çox ehtiyatla. Tədbirlə bu sirri öyrənəsən." Əhməd dedi: "Elə bu saat gedirəm həmən sirri öyrənməyə." Əhməd qocadan çox razı qaldı. Evdən çıxıb getmək istəyəndə həyətdə bir qoca arvadın ocaq qalamaq üçün çör-çöp yığdığını gördü. Bu qocanın bacısı idi. Qocanın bacısından başqa heç kimsəsi yox idi. Əhməd dedi: "Ay qarı, bu çör-çöpü neynəyirsən?" Qarı dedi: "Oğul, odunumuz qurtarıb, meşəyə gedənimiz yoxdur. Odur ki, çör-çöp yığıram." Əhməd qarıdan balta, bir də çat istədi. Qarı gətirib verdi. Əhməd gedib meşədən bir yekəşələ odun qırdı, çatı ilə bağlayıb qocanın həyətinə töküb getdi. Əhməd
Gedə-gedə ürəyində götür-qoy edirdi. Nə yolla xanın sirrini öyrənsin. Elə ki, xanın şəhərinin kənarına çatdı, gördü hər 100 addımdan bir əli qılınclı gözətçilər dayanıb, onların yanından keçmək mümkün deyil. Amma kəndin lap kənarında xanın qoyun sürüsü göy çəmənlikdə otlayır. Qoyunlar gah bu tərəfə, gah o tərəfə keçirlər. Əhməd bunu görən kimi özünü verdi kəndlərindəki çobanın yanına. Əhvalatı ona söyləyib xahiş elədi ki, qoyunun birini kəssin, dərisini bütöv çıxarıb versin ona. Çoban 5 dəqiqənin içində bir yekə qoçu kəsib dərisini bütöv çıxartdı. Əhməd dərini bir dəsmala büküb düz gəldi xanın sürüsü otlayan yerə. O bir ağacın altında qoyunun dərisinin içinə girib başladı iməkləyə-iməkləyə sürüyə tərəf getməyə. Cəld özünü verdi qoyunların arasına. Gedib bir xeyli aralı dəridən çıxdı. Dərini qatlayıb bükdü yenə dəsmala. Əhməd baxıb gördü uzaqda sürünün çobanı. Göy otun üstündə uzanıb, çoban bayatı çalır. Yanında bir keçi var. Keçinin buynuzları, üstü, başı par-par parıldayır. Bir qədər yaxına gedib gördü. Keçinin buynuzlarını qızıla tutublar. Boynuna qızıldan zınqurov taxıblar. Üstünə tirmədən şal salıblar. Daha nə başınız ağrıdım. Keçini elə bəzəyiblər ki, adam baxanda məətəl qalır. Əhməd başladı keçiyə baxmağa. Çoban onu görüb dedi. Ay bala, nə çox baxırsan? Əhməd dedi. Ay çoban qardaş, mən belə keçi görməmişəm, ona görə baxıram. Çoban dedi. Sən bu şəhərin adamı deyilsən? Bu keçini görməyən adam yoxdur. Əhməd gördü, çoban onu tanısa, işlər pis olacaq. Odur ki, dedi. Mən heç yerdən gəlməmişəm. Elə bu şəhərdə oluram. Amma nənəm məni bu vaxta kimi evdən heç yerə buraxmayıb. Odur ki, həmin keçini də görməmişəm. Çoban dedi. Bala, onda bil və agah ol ki, bu bizim xanın keçisidir. Uşaqlıqdan keçini çox xoşlayırmış. Həmin keçini şahın əmri ilə belə bəzəyiblər. Əhməd bu xəbəri eşidəndə sevindiyindən bilmədi nə eləsin. Tez qayıtdı geri. Biraz çobandan aralanandan sonra qoyun dərisini dəsmaldan açıb girdi içinə. Özünü vurdu qoyunların arasına. Sürünə-sürünə keçib gəldi öz kəndlərinə. Gördü adamlar qalıblar əlləri qoyunlarında, bilmirlər nə eləsinlər. Həmin gün xanın suallarına cavab verməsəydilər, kəndləri əldən çıxacaqdı. Əhməd irəli yeriyib dedi. Camaat, mənə bir hündür dəvə, bir də keçi verin. Gedəcəyim xanın şəhərinə, onun suallarına cavab verib kəndimizi xatadan qurtaracağam. Əhmədin sözünə hamı gülüşdü, dedilər. Bala, yəqin sənin ölümün yetib. Bəs qorxmursan ki, xanın qəzəbinə gələrsən? Əhməd dedi, mən xandan qorxmuram. Adamlar dedilər, bala, xan səni görən kimi deyəcək ki, yəqin məni ələ salıblar. Bu kənddə bir adam tapmadılar ki, mənim yanıma uşaq-muşağı göndərirlər. Əhməd dedi, istədiyim heyvanları verin, dalıcan işiniz yoxdur. Camaat gördü ki, başqa əlac yoxdur. Bir hündür boylu dəvə tapıb Əhmədi mindirdilər üstünə. Bir keçinin də boğazına kəndir bağlayıb ucunu verdilər Əhmədə. Əhməd almaları da götürüb başladı xanın şəhərinə tərəf yol getməyə. Xanın adamları Əhmədi apardılar saraya. Xan Əhmədi keçi ilə görən kimi qəzəbləndi və yanındakilara dedi. Birinin cavabını tapdılar. Görək o birilərinə necə cavab verəcəklər. Sonra özünü Əhmədə tutdu. Bala, mən demişdim ki, yanıma göndərdiyiniz adam məndən hündür olmalıdır. Mən gərək onunla danışanda aşağıdan yuxarı baxım. Bəs buna niyə əməl eləmədiniz? Əhməd dedi. Xan sağ olsun. Məgər görmürsünüz ki, mən dəvənin üstündə sizdən çox hündürdəyəm. Özü də aşağıdan yuxarıya mənə baxıb danışırsınız. Elə siz deyəndir də. Xan dedi. Axı sən dəvədən düşsən, mənim dizimdən də aşağıda dayanarsan. Əhməd dedi. Mən niyə dəvədən düşürəm ki, səndən də aşağıda duram? Xan gördü, uşaq çox hazır cavabdır. Odur ki, dedi. Bala, de almaların sirrini də görək. Əhməd dedi. Xan sağ olsun. Sizin şərtiniz olan kimi mənim də şərtim var. Əmr eləyin.
cəmaatı yığsınlar şəhər meydanına. Xan nə qədər elədi ki, burada desin, oğlan razı olmadı. Xan dedi, sən ki belə təşsi eləyirsən, almaların sirrini düz deyə bilməsən, boynunu vurduracağam. Əhməd dedi, mən razıyam. Bəli, xan əmr verdi. Şəhər meydanında taxt quruldu. Cəmaat hamısı ora yaxışdı. Xan da bir dəstə adamla meydana gəldi. Əhməd irəli yeriyib dedi, xan sağ olsun, mən sualların cavabını düz tapsam, bizim kəndimizə toxunmamalı, zindana saldığın qocalarımızı azad eləməlisən. Tapa bilməsəm, nə istəyirsən elə. Xan söz verdi ki, şərtlərə razıdır. Əhməd bir qap su istədi. O saat gətirdilər. O, almalar üçünü də suya saldı. Almaların biri çöktü suyun dibinə. İkincisi qaldı suyun ortasında. Üçüncüsü isə lap suyun üzündə qaldı. Əhməd dedi, birinci, bu ilki təzə alma olduğu üçün canı şirəlidir, ağırdır. Odur ki, çöktü qabın dibinə. İkinci alma keçən ilkidir. Bir qədər soyunu çəkib, quruyub deyə suyun ortasında qalıb. Üçüncü alma isə 3 il bundan əvvəlkidir. O, tamam soyunu çəkib, yüngülləşib, ona görə də suyun üzündə durur. Əhməd düz dediyi üçün xanın adamları məhtəl qaldılar. Xan fikrini dəyişmək istədi, amma gördü ki, onda cəmaatın arasında hörmətdən düşəcək. Əlacı kəsildi, qocaları zindandan azad elədi. Gəndə toxunmayacağına söz verdi. Əhməd qocaları da götürüb öz kəndlərinə qayıtdı. Kənd cəmaatı bu xəbəri eşidib Əhmədin qabağına çıxdı. Ona afərin deyib alqış elədi. Balaca Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas elədi. Göydən 3 alma düşdü. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri də Əhmədin. İndi isə əsərin təhlilinə keçək. Ağıllı uşaq nağılı şifahi xalq ədəbiyyatı nümunəsidir. Epik növdə nağıl janrındadır. Ağıl yaşda deyil, başdadır atalar sözünün əsərin məzmun və ideyasına uyğun hesab etmək olar. Əsərin əvvəlində və sonunda janrına məxsus ifadələr işlədilib. Kənddə yaşayan qocaların aradan götürülməsi təklifini xanın baş məsləhətçisi verir. Xan qəddar, hiləgər və acgöz obrazdır. Xan cəmaatın arasında hörmətdən düşəcəyindən ehtiyatlanıb fikrini dəyişir. Biz ağıllı uşaq nağılındakı Əhməd obrazına aid xüsusiyyətləri Basatın Təpəgözü öldürdüyü boyda Basat obrazına da aid edə bilərik. Belə ki, hər ikisi düşmənə tərəf yalnız gedib, düşmənə qalib gəlməyin yolunu tapmaq üçün qocalardan məsləhət alıblar, qocaların zülmkarın əlindən xilas olmasına mühüm rol oynayıblar və düşmənin əlinə düşməmək üçün heyvan dərisinin içərisinə giriblər.